Tur suresi. Rəhman və Rəhim Allahın adıyla. And olsun Tur dağına, and olsun o kitaba ki, sətir-sətir düzülmüş vərəqələrin üstünə. And olsun ziyarətgah olan evə, and olsun uca tavanlı göyə, and olsun coşan daşan dənizə. Rəbbinin əzabı mütləq gələcək. Bunun qarşısını heç kim ala bilməyəcək. O gün titrəm-titrəm titrəyəcək göy. Oynam oynayacaq yerindən dağlar. O gün vay halına, qiyaməti dananların, o kəslərin ki, batılın içində vurnuxub qalmış onlar. O gün onları tələdikcə tələyərlər cəhənnəm oduna. Sizin dandığınız o od bu idi. Bu mu cadudur? Gözünüz mü yaxşı görmür? Girin od içinə. İstəyirsiz səbr eləyin. İstəyirsiz eləməyin. Sizin üçün bir olar. Yalnız gördüyünüz işlərin əvəzidir bu cəza. Cənnət bağçalarındadır. Naz, nemət içindədir müttəqilər. Rəblərinin verdiyi nemətlərdən zövq alıb barınırlar. Qorumuş onları cəhənnəm əzabından Rəbləri. Nuşucanlıqla yeyin için. Gördüyünüz işlərin əvəzidir bu verilənlər. Yan-bayan düzülmüş taxtlara söykənmişlər. İri gözlü huriləri tay etmişik onlara. O kəslər ki, iman gətiriblər, ailələri, övladları da iman gətirərək qoşulublar onlara. Cənnətdə bir-birinə qovuşdurarıq onları. Onların əməllərinin savabından heç nəyi əskiltmərik. Gördüyü işə görədir hər kəsin öz qazancı. İstədiyi meyvədən, istədiyi ətdən veririk onlara. Bir-birinə ötürərlər qədəhləri orada. İçəndən sonra boş mənasız danışmazlar. Günaha batmazlar orada. Ağ libaslı cavanlar yanlarında dolaşırlar. Sədəf içində incidirlər, elə bil. Hal əhval tuturlar bir-birindən, söhbətləşirlər. Dünyada olan zaman qorxardıq Allahın əzabından. Lütf eləmiş bizə, cəhənnəm istisinin əzabından qorumuş bizi Allah. Əvvəllər də təkcə ona yalvarardı. Şübhəsiz yaxşılıq eləyən, rəhim olan təkcə odur. Sən öyüd verməyində ol möminlərə. Rəbbinin neməti ilə sən nə kahinsən, nə də dəli. Müşriklər Peyğəmbərə dəli kahin deyərdilər. Yaxud da sənin üçün deyirlər qoy desinlər. Şairdir, gözləyək görək taleyin gərdişi onu nə vaxt aşırır. De ki, siz gözləməyinizdə olun, mən də sizinlə birgə gözləməkdəyəm. Ağıllarımı əmr eləyir onlara belə sözlər deyələr. Yox, elə əslində azğın kəslərdir onlar. Yaxud da Quranı uydurmuş o deyirlər. Belələri iman gətirən deyirlər. Doğru sözlü, düz əməlli kimsələr dilərsə, Quranın bənzəri bir kəlam gətirsinlər, dinləyək.
Heçlikdənmi yaranmışlar? Xaliqlərdimi onlar? Yoxsa özləri mi yaratmış göyləri, yeri? Allaha inanan deyillər. Bəlkə onlardadır Rəbbinin xəzinələri. Onların əlindədir hər işin hakimliyi. Yoxsa dırmaşıb vəhiy dinlədikləri nərdivanları var. Belə vəhiy dinləyən varsa, aşkar bir dəlil gətirsin onda. Yoxsa qızlar Allaha aiddir, oğlanlar sizə. Yoxsa sən onlardan bir mükafat umursan və onlar da borclarının altından çıxa bilmir. Bəlkə onlardır görülməzi təkcə bilən və Peyğəmbər barədə hər şeyi yazır onlar. Sənin başına bir iş açmaq istəyirlər. Elə isə kafirlər özlərini işə salarlar. Bəlkə Allahdan başqa bir tanrısı var onların. Ona qoşduqları şəriklərdən ucalardadır Allah. Görəndə ki, göyün bir parçası onların üstünə düşür, üst-üstə qalanmış bulud topallarıdır bu deyərlər. Tərk elə onları. Ta ildırım vura bir gün onları. Görmək istədikləri iş yarar gətirməz o gün, yardım da görməz onlar. Daha neçə əzaba düçar olar zalimlar. Ancaq bunu bilən deyil çoxları. Ta yerinə yetənədək Rəbbinin hökmü səbr elə. Gözümüz səndədir. Qalxdınmı yerindən həm doxu Rəbbinə, həm doxu ona. Gecənin bir vaxtında da, ulduzlar batanda da. Şeytan aranıza nefrət, kin tohumlarını, qısqanclıq tohumlarını ekməkdədir. Amacı sizi bir-birinizə düşürməkdir və aklınıza gələn hər düşüncə fitnə şeytandandır. O zaman Allaha sığının şeytanın yarattığı fitnelerden.